Mən Babaşov Rafiq Əlioğlu Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxs olmuşam. Sağ olsun cənab prezidentimizi Azərbaycan 27 dekabr 2024-cü ildə mənim Azərbaycan Respublikasına vətəndaşlığına qəbul olmağa şərait yaradır. Demək, mən yaşadığım ünvan Azərbaycan küçəsi, Gəncə şəhəri. Birinci döngə F8 ünvanıdır. Mən bu mülkü almışam. Abdullayev Əli Fikrətoğlu, Bayğırova İradə Fikrət qızı. Yəni məhkəmələrdə də bunun təsdiqini tapıb. İntihası qanunsuz olaraq bir nömrəli notarius, qabaqçı notariusun rəisi Əliyev Eşən Surxa Şubayoğlu, 3 nömrəli notarius Nağıyev Sayev Səyyadoğlu qanunsuz olaraq Bayramova Tamella Əli qızının adına vərəsəlik çıxardıblar. Vərəsələrin imzası olmadan, halbuki onlar üçü də burada qeydiyyatdadır. Ümumiyyətlə bir nəfərin Moskva şəhərində yaşayır. Abdullayev Elmar Tofiqoğlu 8 nömrəli evdə qeydiyyatdadır. Ümumiyyətlə onu göstərməyiblər, öldü kimi yazıblar. Sənədləri saxtalaşdırıblar. 3 nömrəli demək, daşınmaz əmlak, Füzuli Hüseyin, Azər İşıq, Azər Qaz, demək, asaq xidmətə kimi hamısı bir cəm şəklində mülkün sənədlərini demək, saxtalaşdırıblar. Döymədiyim qapı qalmayıb, getmədiyim nazirlik qalmayıb. Axırıncı səfərdə demək, Gəncə şəhərində İqtisadiyyat Nazirinin müavini Elnur müəllimin qəbulunda oldu. Video görüntü ilə Müşahid Zaborovda nazirimiz izləyirdi. Qarşı tərəfdən Elnur müəllim soruşdu ki, Babaşovu dinlədiniz? Dedilər, bəli, Babaşov haqlıdır. Dediyi iddialar düzgündür. Ali məhkəmədə müraciət eləmişik, heç bir iddia yox, cavab görmürük. Demək, vəkilin iddiasından getmişəm təzə rəis, 3 nömrəli notarius Nurçin Noruzovanın qəbuluna ki, 2019-cu ildə olan əməliyyatı versinlər ki, biz Ali məhkəməyə təqdim eləməyə deyib, imtina yazıb ki, orderin demək, təsdiqi yoxdur. Təzədən orderin də təsdiqini gedib təsdiqlətmişəm, bir nömrə notarius gətirmişəm. Sonra da mənə qayıdıb ki, vermirəm. Mən Ədliyyə Naziri Fərid Əhmədova da telegram vurmuşam, hətta onun qəbulunda da olmuşam, Ali məhkəmənin sədrinin də qəbulunda olmuşam, baş prokurorun qəbulunda da olmuşam, dəfələr korrupsiyada yazmışam. Demək, Füzuli müəllimi buradan çıxartdılar, qoydular indi hal-hazırda Tovuz şəhərində işləyir. Mənim sənədlərimi birbaşa aldığım mülkün sənədlərini saxtalaşdırıblar. Mən inzibati məhkəmədən təzədən başladım. Əliyeva, demək, Gülşən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmədə mənim xeyrimə qərar verildi. Qərardan sonra, 15 gün sonra qədəftahi alanda gördüm ki, yazıldı təmin olunması. Gəncə şəhər Apellyasiya məhkəməsinin Toğrul müəllimin qəbuluna getdim. Orada da təsdiqini tapdı ki, bəli, qanunsuz olub. İndi iş hal-hazırda Ali məhkəmədədir. Demək, mən ondan qabaq 9/4/2025-ci ildə Gəncə şəhərinin icra hakimiyyətində video görüntü ilə Prezident Administrasiyasının işçisi Təbriz Musayevlə görüşmüşəm. Administrasiyanın rəhbəri Samir Nuriyevdir. Deyirlər, bir tədbir görüləcək, heç bir tədbir hələ ki görülməyib. Getmişəm təzdən, ayın demək 30/4/2025-ci ildə təzdən Prezident Administrasiyasına, bu da əlimdə çəkidir. Oradan getmişəm, qəbula yazılmışam. Deyirlər ki, ayın 9-u görüşübsüz. Ayın 2-si qəbulda olmalıydım. Dedilər, bir ay yerə üstündən keçsə. İndi ayın 15-i cənab Prezident Administrasiyasının hüquq şöbəsinin rəisi Fuad Ələsgərovun qəbulunda. Çünki bilirəm ki, bununla neçə 3-cü səfərdir məni qoymurlar Fuad Ələsgərovla görüşməyə. Demək, işlərimin hamısını, bütün o saxta sənədlərin hamısını 30 günü aparıb Ali məhkəməyə təqdim eləmişəm. Hətta kolleganın sədri Xaqani Məmmədovla demək, görüşə ərizə də yazmışam. Telefonla da qəbula yazılmışam. Hələ ki, cavab gözləyirəm. İşlərimiz orada, demək, araşdırmadadır. Cənab Prezident, sizdən xahiş edirəm ki, bu saxta sənədlərin düzəlilməsinə, mənim evimin sənədlərinin verilməsinə və bu, hansı ki, məmurlar öz, demək, devlətin verdiyi bu idarələri xüsusiləşdiriblər. Kim istəyirlər, qəbul edirlər, kim istəyirlər, qəbul eləmirlər. Bir söz deyən kimi də get deyir, kimə deyirsən də. Bir də təzyiq göstərirlər, sağ olsun Gəncə şəhərinin baş polis idarəsinin
üzr istəyirəm, adını da bilənmədim, o qədər səmimi qarşıladılar ki, məni general-mayor, yəni təzyiqlərin qarşısını aldı və o qarşısını alandan sonra heç bir təzyiq olmur. Bütün sənədlərin hamısı saxtadır. Yəni mən tam məsuliyyətlə deyirəm, bütün hamısını da vermişəm korrupsiyaya. Mən baş prokurorun da qəbulunda olanda bütün hamısını təqdim elədim. İndiyənə kimi heç bir cavab yoxdur. Xahiş edirəm mənə köməklik eləsiniz. 2019-dan indiyənə kimi mən döymədiyim qapı qalmayıb, məni bax belə dənə süründürürlər. Hamısı da deyir ki, get kimə şikayət edirsən elə. Mən prezidentimi, devlətimi, torpağımı, millətimi sevən olaram. Ona görə də xahiş edirəm, cənab prezident, birbaşa sizə ünvanlayıram, mənim işimə bir əncam çəkəsiniz. Diqqət.